Qoyundan da olar. Qurban malqaradan olur. Bəhimətul ən'am deyilir ona. İşte bəhimətul ən'am Quranda. Bəhimətul ən'am malqaraya deyilir. Malqara nədir? Malqara dəvə, inək, qoyun. Buna malqara deyilir. Sən at aiddir. At belə yeyə bilərsən. At əti halaldır. At əti amma qurban olunur. Xoruz əti halaldır. Amma qurban olunur. Xoruzdan qurban olmaz. Qurbanlıqda qurban olunur. Deməli, qurban nədən olur? Bəhimətul ən'am. Dəvədir. Əlbəttə, əfsəli nə qədər kök olursa, böyük olursa, qiymətli olursa, o qədər əfsəl olur. Allah Teala buyurur: "Len yenalallaha luhumuha ve la dimauha, velakin yenaluhu taqva minkum." Yəni sizin kəsdiyiniz qurbanların nə ətləri, nə qanları Allaha çatır. Yəni Allaha çatan nədir? Sizin təqvanızdır. Yəni qurban deyildiyi zaman əsas o qanın axıdılmasıdır. Qurban, yəni Allahı təzim etmək üçün qanın axıdılmasıdır. Amma qan axıdılandan sonra ki, sən gəlib 5 ton da ət alsan, qurban sayılmır. Qan axıdılandan sonra gəlsən, mən qurban aparıram, yəni 5 ton ət aldım. O qurban sayılır. Qurban nədir? Qurban, Allahı təzim etmək üçün qanın axıdılmasına qurban deyilir. Və ona görə də burada mühüm məsələ var. Kəsməzdən əvvəl qiymət danışılmalıdır. Qiymət danışılmalıdır, alınmalıdır. Ondan sonra qurban kəsilsin. Yox, əgər kəsiləndən sonra tərəziyə vurma, çəkmək, bunlar olmaz. Qurban olması üçün. Başqa ətdə problem deyil. Əqidə necə? Əqidə həmçə o da qurbandır da. Qurban evlərindəndir. Ona görə çalışmaq lazımdır ki, yəni əvvəlcədən danışılır. Ya sən tərəzidə əvvəlcədən tam şəkildə çək və yaxud da ayaq üstü ona qiymətdir, razılıq olsun. Kəsəndən sonra qiymət olmaz. Qiymət kəsilməzdən əvvəl qiymət danışılmalıdır, ondan sonra kəsilməlidir. Əfsəl sözsüz ki, dəvədir. Dəvə, əgər tək kəsirsən. Qoşla, qoş daha əfsəldir. Amma dəvədir, inəkdir, bunlarda cəm ola bilər 7 nəfər. Uzağı, çoxu 7 nəfər, azı da 1 nəfər də olur. Amma burada yaş baxımından qoyunda 6 ay aşağı, keçidə 1 yaş, inəkdə, danada 2 yaş, dəvədə isə 5 yaş olmalı, ən azı. Amma 6 yaşda, yəni 6 aylıq qara alimlər işləyir ki, onun görünüşü, yəni ki, bir yaşlı kim olsun, yəni belə, yəni ki, o yəni ki, doğru yoxsa? Yəni 6, yəni zat baxımından, aylar baxımından ən azı 6 ay olmalı qoyunda. Ən az. Keçidə isə 1 yaş. Çoxu yoxdur amma. Hə? Yəni çoxu yoxdur. Azı olsa çox problem deyil, 1 yaş, 2 yaş ola bilər. Kəsilmiş ət almaq olmaz. Kəsilmiş ət yemək üçün olar, amma qurban üçün yox. Qurban sayılmır. Yəni qurban nədir? Qurban başa düşməliyik ki, qanın axıdılması. Qurban qanın axıdılmasıdır. Qan axıdılmasının qurban sayılmır. 10 tondan. Heyvan erkək üçün fərqi yoxsa? Yəni qurbanlıq baxımından fərqi yoxdur. Amma daha yaxşı fərqi o baxımdandır ki, nə qədər yəni kök olarsa, onda fərqi var. Qiymətli olarsa. Yəni ona görə insan çalışmalı, Allah üçün olan şey yaxşı olsun. Bir də arxaya kəsilmə qoyun. Bir. Hə. Sən limitli olur. Yine qoyunu kəsdiyin zaman hər fikrə görə savab qazanırsan. Nəsə belə bir şey və səhih kimi bir şey. Və digərlərində dəvəni kəsdikdə, inəyi kəsdikdə hansı o savabları verirsən? Belə bir şeylər var. Xüsusi bir savab xatırlamıram. Amma sözsüz ki, savab böyükdür. Ehtiyac sahibinin ehtiyacının hansı həddə olmalıdır o kəsməsin? Yəni, həddə var. Bu həddə də bunun ehtiyacı varsa kəsmək. Nə qədər olsa ehtiyacı kəsməyə var? Ehtiyacı deyil, əgər yəni məsələn yaşayışı var və ondan artıq bir qoyun kəsə bilirsə,
özünü problemə salmadan kəssin. Və yaxud da borc da olsa, əgər borcu da yəni asanlıqla qaytara biləcəksə, yenə problem yox. Əgər onu borc götürməklə daha da borc altında sıxılmasına səbəb olacaqsa, yox. Yəni burada bir dənə məsələ ki, bir borcu var, yəni yığıb o borcu ödəmək, onsuz da o ödəmir borcu, ancaq ki, qurban kəsməyə yığıb, o birinci növbədə qurban kəsməyə, yəni ki, seçim eləmək vacib olur, olur, amma yenə də baxmaq lazımdır. Bəzən ola bilər ki, borc sahibi deyə bilər ki, qurban kəsin, mən borcumu qaytarmıyorum. Amma bilirsən ki, o problem deyil o tərəfdən, olur. Bayram namazından sonra neçə gün ərzində qurban kəsər? O bayram 10-cu 10, 11, 12, 13. Məğrib namazı əsr namazı. Asr namazı. Əsr namazı. Belə baxanda məğribdir, amma nə qədər bayram günü daha yaxşıdır. Hə, təşrik günlər, o günlər. Bəli. Sahibkar qoyunu baxa satır, orada məsələn mal verilmələ bəzi aşağı sayılar düzgündür o belə, eşitmə görə düzgündür. Aşağı salma. Məsələn sahibkar 100 manata verir qoyunu, amma 100 manata deyil, o deməli bəzi aşağı verir, yəni düzgündür. Problem deyil, tükənlər icazəlidir. Yəni bir var, sən dəyir, sən dəyərindən də aşağı verməyə çalışsan, ona ehtiyac yoxdur. Bir də görürsən ki, yəni istifadə edirlər, kəllə çarxı qaldırıblar qiymətləri, yəni o baxımdan problem deyil. Əsas odur ki, sən çalışırsan ki, onların içərisində də yəni qiyməti də danışım, amma yaxşısını almağa çalışırsan. Açıq təşbir, qapalı təşbir necədir? Nə mənalı? Açıq yəni gecə, gündüz elə bilirsən. Bir də var, bağlı salamdan sonra birbaşa olunur. Fərzlərdən sonra. Ancaq fərzlər nə qədər müddət olur? Yəni xüsusi müddət yoxdur da, 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə. Fərzlərdən sonra səsləndirir. Hə, bəli. Onu almaq, qurbanı almaq, yəni vacibdir, yoxsa hədiyyə olsa da olur? Yoxsa Olar. bir dənə sürüm var, götürsən bunu kəssən. Problem yox. Deməyən həmin vaxtda almaq. Əsas odur ki, aleykümselam, əsas odur ki, sənin mülkün olsun. O təkbir dedir, Allah akbar, Allah akbar, la ilahe illallah. O bayrama qədər də eləmək olar sanki. Hə. 3-10 gün də eləmək olar. O şəkildə. Bəli, bəli. Bəli. Qabaqdan qoyunu elə bir alıb qurbanlığa saxlayıb, elə şey olar. Olar. Bəs deyirsən. Baxırsan. Köçərməyiz. Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədən aparanda iz eləyib aparırdı ki, bu qurbanlıqdır. Qurbanlıqdır. Bəzən məsələn boğazından nəsə asırdılar ki, birincinin toxunulmasın da, minilməsin. Bir başqa dəvə minmək üçün məsələn qurbanlıq olanlara toxunmazdılar. Sual emirlər. Hə. Baxın, ayə var, rayına dəmin huzurla söyləyin. O məna nə deməkdir orada? Məna odur ki, bəzən ərəb dilində ləfzlər var, yəni iki məna verir. Unzurna bax deməkdir. Amma ra'inə həm bax mənasını verir və eyni zamanda çobanlıq et mənasını verir. Yəni yahudilər, o xəbislər onu görsən ra'inə deyirlər. Yəni başqa məna ilə. Çoban mənasında. Amma Allah Teala deyir ki, o ləfzi yox, bu ləfzi istifadə edir. Bir də paylanma necə olmalı qurbanda? Qurbanın paylanmasında xüsusi dəlil yoxdur. İbn-i Hüseyin Rahimullah deyir ki, ümumi olaraq 3 yerə bölünür. Ümumi 3 yerə bölünür. Bir hissəsi sədəqə, kasıblara. İkinci hissəsi hədiyyə, yəni zənginlərə. Üçüncü hissəsi də özün üçün saxlayırsan. İddixar edirsən. Harası pul verirsən, deyirsən bunu al hamısını payla, belə olar. Necə yəni? Verirsən kiməsə pul, deyirsən ki, al bunu payla. Hansısa qurban kəsilən yerdir. Pul versən, deyirsən ki, kəsilib payla. Ət al, əti payla. Yox, qurban kəsiləcək. Qurbanı seçsən. Kəsdir payla. Kəsdir paylayırsan. Hə, onlar falan deyil. Kəsdir. Hə. Qurbanın işi erkək fərqi varmı yəni? Belə fərq yoxdur, kəsilmək baxımında fərqi yoxdur. Amma erkək daha 3 yerə olub, çəkmək olar, hamıya eyni düşdüm, yoxsa 3 yerə bölürsən, məsələn, çəkməklə eləmək olar. ehtiyac yoxdur. Ehtiyac yoxdur, yəni ümumi 3 yerə böldün, hələ bu bir hissəsini bir neçə yerdə bölüb kasıblara verirsən. O bir çarxı da daxildir onun üçün. Hamısı daxildir. Bəli. Bir qoyunu almışsan bir ayda satmışsan da, Hə. qurbanlığa 3 gün qalmış qoyun xəstələnir. Bəli. Xəstə olmuş qoyunu kəsmək olar ki? Xəstə necə xəstə?
Hələ öskürür, yıxır yerə. Onda onu əvəz eləyə bilərsən daha yaxşısı ilə. Bunun göz haqqı. İndi yüngül varissə problem olmur. Əgər görsən şiddətlidirsə, eyb kimi sayılırsa, eyblər hədislərdə gəlibdir, müəyyən eyblər kör olandır, şiddətli, yəni axsaqdır. Yəni, bunlar icazəli deyirlər, bunlar kəsmək olmaz. Yaxşısını əvəz eləmək lazımdır. Çünki Allah üçün elədiyin şey yaxşı olsun. Kəsəndən sonra maraq üçün çəkmək olar, yoxsa? Maraq üçün. Maraq üçün qiymət danışır, yəni qiymət dəyişməz ondan sonra. Maraq üçün dəyişsə qəlbi başqa şeylər düşə bilər. Sənə təcrübə yoxsan, görürsən. Qurbanın məsələn dərisi olur. Bəli. Ayaqları olur. Kimi ola bilər ki, yəni ehtiyat olmasın, onu atmaq. Hər hansı bir istifadə olmuyor. Bax, burada həmçinin qəssaba qurbanına vermək olmaz. Ayaqları başı bunlar necə? Onu yığıb aparırlar, qalır orada, özün götürürsən, amma ayaq baş qalır orada. Bax, məsələ mühümdür. Yəni, bəzən görürsən ki, qəssab gəlir, ona elmi ki, əcr əvəzi ət verilir, olmaz. Yəni, belə ola bilər ki, qəssabın haqqı verilir pulla və ondan sonra əlavə olaraq ayaqdır, başdır. Poligon verirsən, pul baxır. Ondan əlavə o problem deyil. O problem deyil. Amma pulun əvəzi olaraq verilə bilməz. Zəhmət haqqı üçün vermək olmaz da? Bəli, zəhmət haqqı kimi deyil olmaz. Dərisini satmaq. Satmaq olmaz. Hədiyyə vermək olar. Hədiyyə vermək olar. Bax, qurban. Tullanmaq. Atmaq da əgər yoxdursa problem olmur, amma satmaq olmaz. Yəni satmışam, nələr? Bax da yaxşı olar ki, onu istifadə edən nə varsa ver, hədiyyə verir getsinlər. Bəli. Kəsmək olur. Ailədə bir nəfərin kəsməyə kifayət edir. Ailədə. Əgər adından kəsilirsə eləyə bilər. Atanın adından O əcri azaldır yoxsa yox? Ölənlərdir. Yox, sağolun, məsəl üçün imkanı yoxdur. Oyurlar, atanın adından alır. Yoxdursa olur. Olur. Əsas öz adını birini çəkir. Ölənlərin adından olur şey. Ölənlərin adından müstəqil olmaz. Müstəqil olaraq ölmüsən. Ölənlərdə Allahın filan kəsin adından olmaz. Belə ola bilər ki, sən öz adından kəsirsən, səndən sonra ölənləri zikr edirsən. Dirilər sonra ölürlər. Amma müstəqil olaraq ölülərin adından olmazdı. O zikir necə? Çatdın mı yoxsa? Yəni atanın adını belə deyir. Birbaşa olmazdı. Birbaşa atanın adından məsələn ölübsə olmaz. Deyirsən ki, Allah məndən qəbul edər, sonra deyirsən ki, atamdan filan kəsdən filan kəsdən. Şeyxun kəsəndə edilən zikir. Bismillah. Əsas bismillah Allah akbardır. Son zikir var. Sonra deyirsən Allahümə minkə və lək. Səndən sənədir. Və Allahümə təqabbəl minni məndən qəbul et. Belə yoxsa əsas onu da bilmirsənsə bismillah Allah akbar. Hə? Mütləq deyil yox. Əsas bismillah. Fəziyyəti azaldır. Deyirsən ki, məndən biri var ki, öz adından kəsir. Bir var ki, öz adını məndən və aləmdən qəbul etməz. Peyğəmbər sallam elə kəsib də. Peyğəmbər sallam öz adından, zövcələrin adından, ümmətin adından kəsib. Yəni o fəziyyət hansı daha yəni? Savab azaltmış. Yox, azaltmır. Əqiqi kəsilməyən qurban kəsər bilər. Əqiqi kəsir. Əqiqi elə belə də vaxtı var da, qurban kəsməsən ötür. Qurban imkan varsa bu vacibdir. Əqiqi də vacibdir. Hətta İbn Qayyim rəhməhullah deyir ki, elə bir vacib məsələdir ki, ondan ötürü borc götürmək olar. Atanın üzərində vacibdir. İnşallah oğlan üçün 2 dənə qızın bir dənə, bəli. Oğlan üçün bir dənə kəsmək olar yoxsa? O yarısı olur, yarısı qalır. Bəli, bəli. Bayramda onu kəsmək. Atanın üzərində vacibdir. Bayramda onu kəsmək olar. Yox, qarışdırma olmaz. Əqiqi. Bir dənə niyyət olur. Sən birini kəsdin birisini, ondan sonra gün ərzində kəsə bilərsən yəqinən, amma bir niyyətlə, iki niyyətlə bir boş olmaz. Qurbanın özünü yanmaq olar. Bəli. Qurbanın özündə qoyunun yanmaq olar, öz pul altı borcalmaq. Olur, müstəqil alma olur. Asadır ki,
Sən verəcəksən pulu. Qardaşlar az qoyur. İmkan yoxdursa kəsməyə, o məcburiyyətlə qalacaq. Qalır, imkanına Çox qayıdır. qardaşlar az qoyur. Hətta uşaq deyir 50 yaşına çatsa da, ata üçün uşaqdır. Atanın boynundadır. Kəsmiksə Kəsməyibsə kəsməlidir. Əqin ətini doğramaq. Bəli. Bəli? Əqin ətini doğramaq olar. Olar ha. Sağ olun. Cəzakallah.